Müğənni Elnarə Abdullayeva Tarixin Bir Günü proqramında dediyi sözlərlə gündəm olub. Sözün əsl mənasında müğənni efirdəkilərə od püskürüb. Əyinlərini soyunduqca onlara artıq pullar verirlər. Üzü daş dövrünə gedirlər. Bu namussuzluğu, vicdansızlığı, qeyrətsizliyi Allah götürməz. Belə şey olarmı? Ağzına nə gəlir danışasan. Kim nə oldu danışır. Nəsə deyəndə də deyirlər ki, bu da başladı danışmağa. Mən axı burada gəlib nə danışam? Deyim ki, yaxşı eləyirsiniz, günü-gündən lütlənirsiniz. Açıq geyim olar. Mən pis baxmıram. Bunu biraz nizamında, tərəzisində edin. Xarici ulduzları nümunə gətirirlər. Amma onlar sizdən yaxşı geyinirlər. Dünyada harda sarsaq, axmaq, gərəksiz, səviyyəsiz şeylər varsa, içi müğənnilər qarışıq, ancaq pis şeylər götürürlər deyə Elnarə Abdullayeva açıqlamasında bildirib. İllər öncə müğənni Big Aza açıqlamasında lüt gəzənlərə, açıq-saçıq geyinənlərə hörmət qoymurlar fikirləri ilə gündəmə gəlmişdi.